Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Ramazandan sonra inşallah birinci dersimizdir. İnşallah bu dersten sonra niyetimiz yani fiqh dersleri keçməkdir. Düzdür, ara sıra yani fiqh derslerine fasilə verərik. Yine qəlb ibadətlərində müəyyən dərslər verərik. Ama daha çox köklənəcəyimiz dərslər fiqh dərsləri olacaq. Və biz də ilk başta başladığımız kimi, yəni İmam Muhasibinin Ədəbun Nufus, Nəfslərin Ədəbi kitabını oxumağa davam edirik. Və ilk öncə Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi haqqı haqq olaraq göstərməyi nəsib etsin, ondan möhkəm yapışaq daimə. Batılı batıl olaraq göstərsin və bizi ondan uzaq duraq. Çünki müvəffəqiyyət Allah Taala'nın qullarına verdiyi ən böyük nemətdir. Və həmçinin Allaha dua edirəm ki, ey Rəbbimiz, biz həqiqətən səni layiqincə tərif edə bilmərik. Sən özünü tərif etdiyin kimisən. Və İmam Muhasibinin qələmə aldığı kitabda müəllif davam edir. Və müəllif Allah Taala'nın qullarla arasında olan ədəbindən danışır. Yəni qulların, daha doğrusu Allah Taala'ya olan ədəbindən danışır. Və hər bir müsəlman təbii ki, dünya və axirət xoşbəxtliyini arayan insan qəlbində olan etiqadın əsaslarına yəqinliklə sarılmalıdır ilk öncə. Yəni insan etiqadın əsasları olan nədir? Məsələn, biz Allahın qullarıyıq, Allah bizim xaliqimizdir. Allah bizi xəlq edib, bizi ruzlandırıb, bizə həyat verib, bizi öldürəcək və qiyamət günü həşr edəcək. İşlərin idarəsi ona aiddir. Başlanğıc ondandır və qayıdış da Uca Allahadır. Uca Allah Hud surəsinin 123-cü ayəsində belə buyurur. وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də ona qayıdacaq. Bütün işlərin, yəni başlandığı kimi bütün işlər sonunda Allah Taala'ya qayıdacaq. Elə isə yalnız ona ibadət et və yalnız ona təvəkkül et. Rəbbin sizin etdiklərinizdən qafil deyildir. Dünya həyatında Allah Taala'nın bizi imtihan olaraq göndərdiyi bu dünya həyatında müəyyən bağlılıqlar var. Və ən uca bağlılıq qulun Allahla arasında olan bağlılığıdır. Yəni insanın Allaha qarşı olan ədəbidir. Və insan hər bir qula vacibdir ki, yəni bağlılığın hüdudlarını və əhkamlarını bilsin. Yəni biz indi Ramazan ayından çıxmışıq hal-hazırda. Və biz Ramazan ayında bacardığımız qədər Allah Taala'ya ibadətlərə can atırdıq. Və qul bilməlidir ki, onun Rəbbi digər ayların da Rəbbidir. Və insan Ramazanda Allahın əhkamlarını, hüdudlarını gözlədiyi kimi digər aylarda da Allah Taala ilə arasında olan münasibətə diqqət etməlidir. Yəni bu münasibəti ən gözəl şəkildə salmağa çalışmalıdır. Bəzən insanlar baxırsınız, zahiri, məsələn günümüzdə bu şeylər çoxalır. İnsanlar bəzən zahirlərini daha çox gözəlləşdirməyə can atırlar. Nəinki batin. Halbuki insana dünya və axirət xoşbəxtliyi bəxş edəcək, ikisindən də biz dərslərimizdə dedik ki, əslində ibadətin şəkli deyil. İbadətin keyfiyyətidir, yəni onun içidir. Həqiqətdə Allah Taala'ya olan, bu ibadətin içində olan Allah Taala'ya olan ədəbidir. Və bu səbəbdən hər bir qul Allaha iman gətirməyə, yəni nəfsinə təlqid etməlidir. Mən Allaha iman gətirmişəm. İxlaslı olmalıyam, ona qul olmalıyam. Zatində və batində ona ədəbli olmalıyam. Və həmçinin ədəb deyildikdə təkdə ola bilər ki, yanlış başa düşülsün. Ədəb təkcə Allahla qul arasında olan bir şey deyil. Ədəb yəni insanların da arasında
bir-birlərinə qarşı ədəb olur. Sadəcə ən üstün ədəb, yəni bizim qəlb ibadətləri dərslərimizdə danışacağımız ədəb Allahın, yəni qullarla Allah arasında olan ədəbdir. Yəni qulun Allaha qarşı olan münasibəti. Və həmçinin ancaq yəni burada qeyd edəcəyimiz bir məsələ var ki, yəni ədəbin əsli Allaha qarşı olan ədəbdir və qul diqqət etməlidir. Məsələn, Allahı necə təzim edir. Həmçinin Allahı sevməyinə diqqət etməlidir. Allahı təzim etməyinə diqqət etməlidir. Allahdan qorxmağına diqqət etməlidir. Həmçinin Allaha tərəf can atmağına, xüsusən Allahın əmr etdiyi ibadətlərə insan necə əməl edir, necə yönəlir, insan ona baxmalıdır. Çox diqqət etməlidir və həmçinin insan öz təvazökarlığına, uca Rəbbinə qarşı olan təvazökarlığına diqqət etməlidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur, kim Allah üçün təvazökar olarsa, Allah onu ucaldar. Yəni, insanın Allah qatında dəyərinin ucalmasının əsas səbəblərindən biri insanın Allah üçün təvazökar olmağıdır. Allah üçün təvazökarlığını tərk etməməlidir. Və həqiqətən insanın ümumiyyətlə bu şeylərin səmərəsi, yəni bu şeyləri əldə etmək, əsasən iki şeydən ortalığa gəlir. Yəni, ilk öncə insan bilməlidir ki, insan daim nəfsinə Allah Taala qarşısında öz nəfsinə aciz olduğunu təlqin etməlidir. Məsələn, insan öz nəfsini tanımalıdır. Allahın qarşısında acizliyini, zəifliyini, zəlilliyini, cahil olduğunu, ona möhtac olduğundan əmin olmalıdır. Yəni, bunu nəfsinə daim xatırlatmalıdır. Yəni, insan öz zəlilliyin başa düşməlidir ki, ibadətləri doğru şəkildə yönəldə bilsin. Bəzən dua, məsələn, ən əzəmətli ibadətlərdən biridir. Əksər insanlar, məsələn, duadan çox vaxt yoxsun qalırlar. Əslində, o nədən irəli gəlir? İnsan öz acizliyini doğru qiymətləndirə bilmir Allah Taalaya qarşı. Yəni, başa düşmür ki, yəni, hər bir an, hətta qısa deyək də, 5 namazdan, hər namazdan sonra bəzən insan dua etməyə aciz qalır. Yəni, halbuki baxanda 5 namazdan sonra ən az biraz dua etmək çətin bir şey deyil. Yəni, onun səbəblərindən biri odur ki, insan öz acizliyini, yəni möhtaclığın tam yəqinliklə onu daim düşünməlidir. O bilməlidir ki, hər bir işdə müvəffəqiyyət, yəni hər bir işin doğru getməyi Allah Taala'nın əlindədir. Yəni ilk öncə insan acizliyini bilməlidir. Yəni qəlbində həqiqi doğru mənaları, doğru ədəbi Allaha qarşı qura bilmək üçün. İkincisi isə insan nə etməlidir? İnsan Allahı tanımağı bacarmalıdır. Yəni Rəbbini doğru şəkildə tanımağı bacarmalıdır ki, iblisin hilələrinə düşməsin. Çünki biz bilirik, iblis bəzən insanı Allahın qorxusu ilə aldadır. Bəzən mərhəmətlə aldadır. Allahın mərhəməti ilə aldadır. O yüzden insan Allah Taala'nı, öz Rəbbini doğru şəkildə tanımalıdır ki, ona qarşı bu ədəbi qura bilsin və iblisin hilələrinə düşməsin. Məsəl üçün, bəzən insan olur, dünya həyatında bu şeylər baş verir. İnsan elə bir anlar olur ki, bütün səbəblər ortadan qalxır. İnsan elə düşünür ki, bu iş alınmayacaq. Alınmayacaq. Alınmır. Halbuki, məsələn, biz Allahın Əl-Lətif ismi barəsində danışdıqda, məsələn, alimlər nə deyirlər? Lətif ismində müxtəlif açıqlamalar var. Mən əsasən ikisini qeyd etmişəm. Yəni, Allah bütün ən xırda işləri belə biləndir. Ən gizlin, ən xırda işləri belə biləndir. Həmçinin onun təfsirlərindən biri oldu ki, Allah qullarına, onların ağıllarına gəlməyən yerlərdən çatdırır. Bir şeyi Allah Taala'nın quluna çatdırmaq istəyir, onun ağlına gəlməyəcəyi yerdən çatdırır. Və müəllif rahimehullah davam edərək buyurur: "Usduq ya əxi fi qavlika və fi'lik." Ey qardaşım, sözündə və əməlində sadiq ol. Yəni Şeyx rahimehullah, yəni Allah Taala'ya qarşı olan ədəblərindən birində nəyə diqqət çəkir? İnsanın sadiq olmağı. Yəni sadiqlik Allah qatında çox dəyərli olan bir əməllərdəndir. Yəni insan nədə sadiq olmalıdır? İnsan feillərində, sözlərində, əhvallarında doğruluq üzrə olmağa can atmalıdır. İnsan doğruluqda diqqət etməlidir ki, həqiqətən mən doğruluq üzrəyəm. O münasibəti incələyir. Sonra doğruluğunu başlayır insan incələməyə. Misal olaraq, sevgisini incələyir. Onu təzim etməsini,
ondan qorxmasını gözdən keçirdir. Həqiqətən mən Allaha qarşı bu şeylərdə ədəb qura bilmişəmmi? Misal olaraq Allah bizə orucu əmr edib, namazı əmr edib, sədəqəni əmr edib. Mən bu ibadətlərə qarşı, yəni Allaha insanın bu ibadətlərə doğruluğu nədə? İnsanın bu ibadətləri sevməsidir. Çünki insanın sevdiyi bir şey etməsi ilə sevmədiyi bir şey etməsi arasında farq var. Və insan sevdiyi şeyi daha doğru şəkildə etməyə çalışır. Yaxud insan Allahın qadağan etdiyi doğruluğun nümunələrindən biri odur ki, insan Allahın qadağan etdiyi şeylərə diqqət etməlidir. Yəni Allah bu şeyləri mənə qadağan edib. Mən bu qadağan edilən şeylərdə doğruluq üzərəyəmmi? O şeyləri danışdıqda, yaxud Allahın qadağan etdiyi şeyləri qəlbimdə, yəni o şeyləri gördükdə, etdikdə, mənim qəlbimdə Allaha qarşı olan münasibət nədir? Yəni, çünki Allah Rəhmanın həqiqi qulları o kəslər ki, onlar hətta bir xataya düşdükdə həmin tövbə etsinlər. Dərhal doğruluq üzəri olmağa çalışırlar. Bəzənsə pis söz danışdıqda ondan tez qayıtmağa çalışırlar. Yəni pis söz, məsələn biz feillərdən danışırıq. Pis sözün nəyin göstəricisi əslində? İnsan bax bilməlidir ki, onun qəlbində fəsad var ki, onun məsələn dilinə pis sözlər gəlir. Və yaxud əməlindən fəsad çıxır. O bilməlidir ki, qəlbdə fəsad var. O fəsadı can atmalıdır ki, o fəsad nəyə görə oradadır və bunu necə sağalda bilərəm. Yəni, insan bu şeyləri hesaba çəkdikcə, nəfsinə belə deyə bilər. Məsələn, yalnızca mən Allah mübarək kitabında danışdığı şeylərə iman gətirməklə kifayətlənməli deyiləm. Bizi əsasən müasir dönəmdə bizim ən çox yanıldığımız şey nədir? Biz iman gətirdik, elə sanki hər şey bitdi bununla. Yəni, iman gətirməklə hər şey bitir. Bəli, mən inanıram. Yox. Əslində biz o şeyləri daim hesabı yada salmalıyıq. Daim tədəbbür etməliyik ki, Allah Taala'ya qarşı doğru ədəbi qura bilək. Allahın verdiyi şeylər, məsələn, bu nemətləri Allah Taala bizə verir. Biz çox nemətlərdir. Biz onları Allah Taala bizə hesaba çəkəcək o şeylər barəsində. Və Allah Taala mənim nə qədər sadiq olduğumu, mənim ondan nə qədər qorxduğumu, ona nə qədər sevgi bəslədiyimi soruşacaq. Yəni, insan bu ədəbi qurduqda, yəni insan kainata nəzər etməlidir. Yəni, bu doğru ədəblərin yaranmasının səbəblərindən biri olur ki, insan kainata dair nəzər etməlidir. Yəni, insan kainata nəzər etdikcə, necə ki, ayələrdə gəlir, başa düşməlidir ki, Allah Taala bu şeyləri boşu-boşuna yaratmayıb. Yəni, etdiyimiz şeylər boşu-boşuna yaradılmayıb. Və ya etdiyimiz şeylər həmən yoxa çıxmır. Yəni, Allaha qul olan insan bilməlidir ki, bu şeylər mütləq və mütləq yazılır. Və boşa getmir. Biz düzdür, məsələn, bir günah edirik, zad edirik, tövbə edirik. Ancaq biz necə davranırıq əməllərimizə? Sanki mən tövbə etdim, sadəcə bu əməl getdi artıq. Yəni, bu əməl məndən qaldırılıb. Yox, əməl bizdən qaldırılmayıb. Biz bilmirik axı, bizim nə dərəcədə tövbə etmişik. Səmimiyik mi? Allah bizim tövbəmizi qəbul edirmi? O şeylər hamısı bizə sirdir. O səbəbdən insan kainata nəzər etməlidir və düşünməlidir ki, bütün olan şeylər, kainatda yaradılan şeylər boşu-boşuna deyil və etdiyimiz şeylər də boşuna getmir. Uca Allah Sab surəsinin 27-28-ci ayələrində buyurur: وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ. Biz göyü, yeri və onların arasındakiləri boş yerə xəlq etməmişik. Bu kafirlərin zənnidir. Vay o kafirlərin odda olan halına. Əm nec'alullezine amanu və amilussalihat kal-mufsidin fil-ard. Əm nec'alul-muttaqin kal-fuccar. Məgər biz iman gətirib salih əməl edənləri yer üzündə fitnə fəsad törədənlərə tay tutarıqmı? Yaxud Allahdan qorxanları, günahkarlara tay tutarıqmı? Yəni Allah Taala bu ayələri bizə indirməklə, yəni bizə xəbər vermək istəyir. Yəni Allah Taala bu şeyləri boşu-boşuna yaratmır. Yəni boşu-boşuna olmur bu şeylər. Hətta imtahanlara baxsaq, Allah Taala ayədə nə buyurur? Allah dedi ki, yəni biz fitnə fəsad törədənlərlə
ayələrimizə iman gətirənləri yəni biz tutarıq mı? Yəni onları bərabər tutarıq mı? Məsələn, biz baxırıq bu gün yer üzündə müsəlmanlar böyük zülm altındadır. Yəni kafirlər tərəfindən qırılırlar. Allah Taala onları imtahan edir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki: "İnnallaha izə ahabba qauman ibtalahum." Allah bir qövmü sevdikdə onları imtahan edir. Fəmən radiya fələhur rida. Kim razı qalarsa ona razılıq var. Kim və mən səxita fələhus suxt. Kimsə qəzəblənərsə ona Allahın qəzəbi var. Və biz də elhamdülillah Allah Taala'dan istəyirik ki, Allah Taala tezliklə o kafir qövmün kökünü kəssin. Və biz də Allah Taala'ya həm sənalar edərək Ənam surəsindəki olan ayəni oxuyaq və deyək ki: "Fəquti adaburul qavmillezina zalamu velhamdülillahi rabbil alamin." Allah o kafir qövmün kökü kəsildi və aləmlərin Rəbbi olan Allaha həmd olsun. Yəni biz düşünməliyik ki, bütün olan bu şeylər boşu-boşuna deyil. Bu imtahanlar bəzilərində çətindir, bəzilərində asandır. Və biz həqiqətən öz nəfslərimizə tam şəkildə yönəlməli və bilməliyik ki, yəni bu imtahanlar bizə də gələ bilər belə imtahanlar. Amma mən əminliklə deyə bilərəm ki, bizim əksəriyyətimiz o imtahandan keçən insanları görür və deyirik ki, öz nəfsimizə deyirik ki, biz bu imtahanlardan keçə bilməzdik. Çox ağır imtahanlara şahid oluruq. Yəni biz bilməliyik ki, Allah Taala ədalət sahibidir və qəti olaraq bilməliyik ki, danışdığımız və etdiyimiz şeylər boşa getmir. Bunlar hamısı yazılır. Nə qədər özümüzü təmizə çıxarsaq da, nə qədər üzürlər gətirsək də bilməliyik ki, qarşıda bizi ağır bir hesab gözləyir. Yəni Uca Allah Ər-Rəhman surəsinin 31-ci ayəsində belə buyurur: "Sənəfruğu ləkum eyyuhəs-səqalan." Ey insanlar və cinlər, tezliklə sizi hesaba çəkəcəyik. Əslində axirət bizə uzaq deyil, qardaşlar. Axirət Allah Taala necə Qurani-Kərimdə nə buyurur? İnnəhum yarawnahu ba'ida. Mə'aric surəsində. Onlar onu uzaq olduğunu görürlər. Və narahu qariba. Biz isə onun yaxın olduğunu görürük qiyamətin. Həmçinin başqa bir ayədə Allah Taala deyir ki: "İqtarabatis-sa'atu və enşaqqal-qamar." Həmin saat yaxınlaşdı və ay bölündü. Başqa bir ayədə Ənbiya surəsinin əvvəlində Allah Taala buyurur ki, insanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Onlar isə hələ də qəflət içində Allah Taala'dan üz çevirməyə davam edirlər. Yəni o gün uzaqda deyil. Bu ayələr 1400 il əvvəl idi bu qardaşlar. 1400 il. Az bir zaman deyil. Və ona görə hər bir mömin Allaha qarşı doğru ədəb quracağı şeylərdən biri də onun daim axirət həyatını düşünməyidir. Çünki bu həyat, necə Peyğəmbər sallallahu əleyhi və səlləm daim bəzən səhabələri ilə yəni bu sözləri deyərdi ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm belə deyərdi ki, əsl həyat axirət həyatıdır. Həqiqətən əsl həyat, tam həyat axirət həyatıdır. Və Allah Taala öz qulundan, ona ədəb quracaq qulundan istəyir ki, o qul onun sevmədiyi şeyi dərd etməsin. Yəni biz daim qəlbimizdə Allahın dinini dərd etsək, axirəti dərd etsək, Allaha qarşı doğru ədəb qura bilərik. Yox, əgər biz dünyanı dərd etsək, dünyanı dərd edən insanın dərdi böyüyür. Sanki dünya boyda dərdi olur. Və Allah Taala Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, kimin dərdi dünya olarsa, axirət olarsa, Allah Taala onu qəlbən zəngin edər. Yəni fərq etməz bu kasıbdır, ya varlıdır. Allah onu qəlbən zəngin edər. İşlərini cəm edər və dünya ona istəmədiyi halda gələr. Kiminsə dərdi dünya olarsa, Allah kasıbçılığı onun gözünün qabağında edər. Biz görürük bu gün, məsələn, nə qədər imkanlı insanlar var, nə qədər imkanı olsa da kasıblamaqdan qorxur. Çünki onun dərdi dünyadır. Nə qədər insanlar var ki, yer üzündə vallahi, onlar heç nəyləri olmadığı halda zəngindirlər. Çünki Allah da onlara qəlbən zəngin edir. Yəni, biz bu şeylərdə əmin olmalıyıq.
Allahın bizə verdiyi vədlərə tam yəqinliklə inanmalıyıq. Allah vəd verib, Allah vədinə xilaf çıxan deyil. Yəni bu ayələrin bayaq dediyim tədəbbür haqqında Allah Taala yəni bizə bu ayələri indirir və bizim o ədəbi qurmaqda köməkçi olacaq şeylərdən bizim bəzilərini bizə bir çox yerdə Allah Taala buyurur. Yəni bizə bildirir. Allah Taala yəni bizdən tədəbbür etməyimizi istəyir. Məsələn, Sad surəsinin 29-cu ayəsində Allah Taala buyurur: "Kitabun enzelnahu ileyke mubarak liyedebberu ayatihi və liyetezekker ulul albab." Bu Quran ayələrini düşünsünlər və ağıl sahibləri ibrətlər götürsünlər deyə sənə nazil etdiyimiz mübarək bir kitabdır. Həqiqətən Allah Taala'nın kitabı çox mübarək bir kitabdır və insan oradakı ayələri oxunub, yəni xüsusən biz əhkam ayələrindən danışmırıq təbii ki. Əhkam ayələri insan tədəbbür edə bilməz. Onlar hamısı vəhy yolu ilə edən şeylər. Amma Allah Taala'nın qovni ayətləri barəsində düşünə bilər. Allaha qarşı doğru ədəb qurmaq üçün bu ayələr barəsində mütləq düşünməlidir insan. Çünki Allah Taala nə deyir? Ağıl sahibləri ibrət götürsün. Və insan kainata daim nəzər edib bu şeylər barəsində düşünməlidir. Sonra müəllif rahimehullah davam edərək buyurur: "Sidqa men qad arafa enne Allah muttali'un ala dakhilati emrihi ve sirrihi ve alaniyetihi və ma təvə aleyhi damiruh." Elə bir sadiqlik ki, qul bilir ki, Allah onun işlərinin daxilini, sirrini və əşkarını da bilir. Həmçinin qəlbinin nəyi gizlətdiyini də bilir. Yəni bu da çox önəmli məsələlərdəndir. İnsanın Allaha qarşı qurduğu ədəbdə daim insanın düşünməsi ki, Allah mənim qəlbimin dərinliklərini bilir. Allah mənim qəlbimdə olan hər şeyi bilir. Allah mənim gizlinlərimi bilir. O heç də ondan gizli deyil. Qafir surəsinin 19-cu ayəsində Allah təala bilir: "Ya'lemu xainətel a'yuni və ma tuxfis sudur." Allah gözlərin xaincəsinə baxışını və sinələrin nə gizlətdiyini biləndir. Hətta Allah təala bir çox yerdə Quran-Kərimdə bizətus sudur. Zət yəni ərəb dilində əslində bu mübaliğə yolu ilə işlədir. Bəlağət alimləri gətirirlər ki, yəni o nəyi sahibliyi bildirir. Sanki Allah Taala yəni demək istəyir ki, biz o qəlblərin sahibini bilirik. Yəni qəlblərin sahibi kimdir? O sirlərdir. Sanki orada o qədər sirlər olur ki, o onun sahibinə çevrilir. Allah Taala o sirləri biləndir. Ona görə orada bizətis sudur deyir bir çox yerdə Allah Taala. Və insanların Allaha qarşı quracağı, yəni nəfsini aciz görən, özünü günahkar görən və qulların Allaha qarşı quracağı ən üstün ədəblərdən biridir. Onların Allahdan çoxlu istiğfar diləmələridir. Daim insan özünü təqsirkar görməlidir. Daim insan Allaha yönəlməlidir və Allahdan çox bağışlanma diləməlidir. Əslində biz Qurani-Kərimdə Nuh surəsində baxsaq və Hud surəsində baxsaq, insanın bağışlanma diləməyi ona bir çox dünya nemətlərini bəxş edir. Nuh surəsində Allah Taala buyurur ki, Allahdan çoxlu bağışlanma diləyin, o sizin üzərində çoxlu bol yağış göndərər. Və sizə çoxlu mal və övlad bəxş edər və bağçalar bəxş edər. Məsələn, Hud surəsində isə Allah Taala buyurur ki, Allahdan çoxlu bağışlanma diləyin, Allahdan bağışlanma diləyin. Allah Taala sizin üzərinizə yağış göndərər, bol yağış göndərər və sizin gücünüzün üzərinə güc artırar. Yəni insanın bağışlanma diləməyi, Allahdan çox istiğfar diləməyi insanın malının, dünya nemətləridir bunlar. Malının, mülkünün artmasına, insanlara gələn nemətlərin çoxalmasına səbəb olan bir şeylərdəndir. İnsanın çoxlu bağışlanma diləməyi. Və İbn Abbas radiyallahu anhu Peyğəmbər sallallahu əleyhi və səlləmdən rivayet edir ki, "Mən ləziməl istiğfara ca'alallahu lehu min kulli dayqin məxracan və min kulli hammin faracan və razaqahu min haythu la yahtasibu." Ravahu Abu Davud. Yəni
İbn Abbas radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim istiğfara, yəni daim istiğfara sarılarsa, Allah Taala hər bir sıxıntıdan ona bir məxrəc, yəni bir çıxış yolu qoyar. Və onun hər bir kədərdən ona bir rahatlıq bəxş edər və onu ummadığı yerdən uzlandırar Allah Taala. Bu səbəbdən yəni biz əgər Allaha qarşı bu ədəbləri Allahın kitabında, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində xəbər verdiyi bu şeyləri tam şəkildə yəni müvəffəq olmaq istəyiriksə, biz bu şeyləri tədəbbür etməliyik, axirət həyatını düşünməliyik, həmçinin Allah Taala'dan çoxlu istiğfar diləməliyik, Allah Taala'nın gizlinləri və aşkarları bildiyini düşünməliyik, həmçinin Allahın verdiyi vədlərinə yəqinliklə inanmalıyıq. Çünki dünya həyatında bəzən biz bir inandığımız insana, tam inandığın insana bir şeyi əmanət edəndə rahatlıqla əmanət edirsən. Bu, məsəl üçün, bizim həyatımızda baş verən bir şeydir. Sən biri səndən bir şey istədikdə, əgər inanırsansa ona rahatlıqla verə bilirsən ona. Tam etibar edirsənsə. Bilirsən ki, yəni bu qardaş sözündə etibarlı bir insandır. Vədinə xilaf çıxmır. Ən üstün misallar isə Allah Taala'ya aiddir. Ona görə biz Allahın bizə verdiyi o vədlərə tam yəqinliklə iman gətirməliyik. Və axirət həyatını və ölümü düşünməliyik ki, çünki bəzən alimlər deyirlər ki, qəbir insanın əməllərinin sandığıdır. Sanki bir sandıqda sən o sandığa yığırsan əməlləri. Çünki insan qəbrə qoyulduqda insanla baş-başa qalan əməlləri olur. Allah Taala'dan istəyirəm ki, bizim qəlblərimizi islah etsin. Bizi ibadətlər üzrə sabit tutsun. Bizi daim dərsimizin başlığında dua etdiyimiz kimi haqqı haqq olaraq göstərsin, ondan möhkəm yapışaq. Batılı batıl olaraq göstərsin, ondan uzaq duraq. Elhamdülillahi Rabbil aləmin.